Salam, hörmətli dinləyicilər. Həyatın faniliyi və sevdiklərimizə vaxtında dəyər verməyin vacibliyi haqqında düşüncələrimiz çox dərin olmalıdır. Həqiqətən də sabahın bizə nə vəd etdiyini bilmirik. Buna görə də sağ ol, səni çox istəyirəm və ya yaxşı ki varsan deməyi unutmamalıyıq. Mənim aləmdə gecikmiş sevgi deyil, peşmançılıqdır. İnsanları yanınızda olduqları müddətdə sevin, məzarların başında deyil. Ölümün saatı yoxdur. Bugün qırdığın qəlbi sabah bərpa etməyə vaxtın olmaya bilər. Həyat bir nəfəsdir. Aldığımız hər nəfəs bizi sona yaxınlaşdırarkən, əlimizdə qalan tək şey bir-birimizə verdiyimiz xoş xatirələrdir. Gülüşləri sabaha saxlamayın. Çünki sabah bəlkə o gülüşü görəcək gözlər artıq yumulmuş olacaq. İnsanları sağlığında çiçəklərlə bəzəyin. Soyuq baş daşlarına qoyulan güllərin ətri gedənlərə çatmaz. Ona görə də şair yazır ki, nə vaxt dayanacaq bu ürək bilmirik. Hansı mənzildədir son dayanacaq? Biz elə bilirik həmişə varıq, amma bir gün günəş bizsiz doğacaq. Dünən xatirədir, sabahsa xəyal. Bu günün içində yaşayaq gərək. Bir şirin kəlməni, bir xoş baxışı, niyə sabahlara saxlayır ürək? Gecikmə sevməyə, dəyər verməyə. Torpaq geri verməz sevdiklərini, soyuq baş daşını qucaqlamaqdan, isti əllər varkən tut əllərini. Mənim əziz dinləyicilərim, bir-birinizin əllərindən möhkəm yapışın, bir-birinizə sağlığında dəyər verin. Çünki həqiqətən də həyat fanidir, qısadır. Allah hər birinizə sağlıqlı, uzun ömür nəsib eləsin.